Prezident İlham Əliyevin əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında 25 fevral 2019-cu il tarixli müvafiq sərəncamı ilə 14 növ sosial müavinətin, 7 növ prezident təqaüdünün artırılması, 2 növ yeni prezident təqaüdünün təqdim edilməsi ilə bağlı bütün normativ hüquqi aktlar adiyyəti üzrə təqdim olunub. Oxu.azın məlumatına görə bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə yaxın günlərdə normativ hüquqi aktlar imzalanacaq və aprel ayında vətəndaşlar öz ödənişlərini artımla alacaqlar. Artımlar 600 min insanı əhatə edəcək. Onun 300 mindən çoxu əlilliyi olan şəxslərdir. Ümumilikdə bu artımlar üçün əlavə 400 milyon manat vəsait tələb olunur. Düşünürəm ki, onlar artıq bu ayın ödənişini artımla bərabər ala biləcəklər. Nazir qeyd edib ki, məşğulluq alt sistemi yaxın günlərdə sınaq test rejiminə başlayacaq. İlk dövrlərdə həm mərkəzlərin fəaliyyət göstərməsi, həm də elektron sistem vasitəsilə əhaliyə xidmət göstərəcək. 2-3 aylıq sınaq dövründən sonra tam elektrona keçiriləcək. Boşluqlar aradan qaldırıldıqdan sonra sistem tam elektron fəaliyyət göstərəcək. Diglas Ticarət Mərkəzində baş vermiş yanğınla əlaqədar yaradılan komissiyanın tərkibində Daxili İşlər Nazirliyinin əməkdaşları da olacaq. Bunu Bakının Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar martın 28-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə Daxili İşlər Naziri Ramil Yusubov deyib. Ramil Yusubov məlumat verib ki, yanğın baş verdikdən dərhal sonra Daxili İşlər Nazirliyinin və Baş Polis İdarəsinin rəhbərliyi və şəxsi heyəti hadisə yerinə gedib və qarşıda duran vəzifələrlə bağlı operativ tədbirlər görüblər. Belə ki, yol polis əməkdaşları yanğın söndürənlərin hadisə yerinə vaxtında və maneəsiz çatmaları üçün lazımi şərait yaradıb. 400 nəfərdən çox polis əməkdaşı hadisə yerində təhlükəsizlik tədbirlərinin təmin olunmasına cəlb edilib. Əhalinin oradan uzaqlaşdırılması, nəqliyyatın hərəkətinin məhdudlaşdırılması ilə bağlı zəruri tədbirlər görülüb. Nazir yanğının baş verməsi ilə bağlı müşahidə kameralarının qeydlərinin müvafiq qurumlara təqdim olunduğunu bildirib. Dövlətimizin başçısının tapşırığı ilə yaradılan komissiyanın tərkibində Daxili İşlər Nazirliyi əməkdaşlarının da təmsil olunacağını vurğulayan nazir, tapşırıqların yüksək səviyyədə həyata keçiriləcəyini qeyd edib. Azərbaycanda əmək haqlarının yenidən artırılması həyata keçiriləcək. Bir.azın məlumatına görə bunu millət vəkili Musa Quliyev deyib. O bildirib ki, minimum orta əmək haqları, pensiyalar artacaq, yeni iş yerləri açılacaq. Bütün bunlar əhalinin sosial rifah halının güclənməsinə, ölkəmizi sosial rifah dövlətinə gətirib çıxaracaq. 2019-cu il həyatımıza sosial müdafiə və sosial rifah ili kimi daxil olub. 2019-cu ilin ilk 2 ayında sosial sahədə atılan addımlar heç də təsadüfi, hər hansı impulsiv qərar deyil. Bu addımlar planlı, Azərbaycan dövlətinin sosial-iqtisadi inkişafına uyğun dövlət büdcəsinin imkanlarına, hazırlanan proqramlara uyğun olaraq həyata keçirilir. Son imzalanan sərəncamlar da 1 və ya 2 ayın işi deyil. Onların üzərində aylardır ki, iş gedib. Prezident də bəyan edib ki, 2019-cu il əhalinin sosial müdafiəsi sahəsində xüsusi bir il olacaq. Yəni 2017-ci il iqtisadiyyatımızın sabitləşməsi, 2018-ci il iqtisadi inkişaf, 2019-cu il isə sosial inkişaf və rifah ili kimi xalqımızın tarixinə düşəcək. Bildiyiniz kimi, Cənab Prezident Novruz bayramı öncəsi böyük bir əfv sərəncamı imzaladı. Təxminən 400-ə yaxın məhbus bu sərəncamla azadlığa buraxıldı. Bu Azərbaycan dəyərlərinə xas olan humanist bir addım idi. Bu fikirləri Modelin.az açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının Ağdaş rayon təşkilatının sədri Cavid Osmanov deyib. Deputat həbsdən azad olunan keçmiş Səhiyyə naziri Əli İnsalovun ölkə başçısına deyil, qərb dövlətlərinə təşəkkür etməsini kəskin qınayıb. Bilirik ki, Cənab Prezident bugünə kimi bir neçə belə sərəncam imzalayıb. Müxtəlif sayda insanlar əfv sərəncamına uyğun olaraq azadlığa buraxılıb. Azərbaycan xalqı tərəfindən bu addım çox dəstəklənir və Cənab Prezidentin apardığı siyasət yüksək qiymətləndirilir. Təəssüflər olsun ki, vaxtilə dövlət çevrilişində ittiham olunan Əli İnsanov azadlığa çıxdıqdan sonra ölkə başçısına deyil, qərb dövlətlərinə təşəkkür etdi. Belə bir saxta bəyanatla çıxış etdi ki, məhz onların dəstəyi ilə azadlığa çıxıb. Təbii ki, bu belə deyil. Cənab Prezident müstəqil siyasət yeridir və heç bir təsir olmadan
əfv sərəncamı imzalayır. Əli İnsanovun qərb dövlətləri ilə bağlı bəyanatı tamamilə yalandır. Əgər doğru olsaydı, o 13-14 il həbsdə qalmaz və əvvəldən azadlığa buraxılardı. Cavid Osmanovun sözlərinə görə Əli İnsanovun fikirləri dövlətə qarşı yönəlmiş çağırışlardır. Xalqımız yaxşı bilir ki, Əli İnsanov bu sözləri deyərək özünün bəzi Azərbaycanı sevməyən qüvvələrlə işləməsi üçün hazır olduğunu bildirib. Təbii ki, 2005-ci ildə buna cəhd etsə də alınmamışdı. Bugün də etdiyi cəhdlər cəfəngiyyatdır. Ölkədə xaosun yaranması üçün verilən bəyanatdır. Ona görə də bu fikirləri bir millət vəkili kimi pisləyirəm. Bu Azərbaycan millətinə, dövlətinə, dövlətçiliyinə qarşı yönəldilmiş çağırışlardır. Xalqımız daim cənab prezidentin ətrafındadır və hər zaman belə olacaq. Gürcüstanın Marnoeli rayon bələdiyyə məclisinin üzvü Rəhim Əskərov rüşvət faktı ilə bağlı saxlanılıb. Hazırda hüquq mühafizə orqanlarının əməkdaşları Rüfət Əskərovun evində axtarış aparırlar. Rüfət Əskərov müxalif Vahid Milli Hərəkat Partiyasının üzvüdür. Ombudsman Elmira Süleymanova erməni əsilliyindəki ikinci qrup əlil İbrahimov Elvin Arifoğlunun anasının müraciət əsasında Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Elena Ajmona Seseriyə müraciət edib. Bununla bağlı Ombudsman aparatı məlumat yayıb. Məlumatda deyilir ki, Azərbaycan Respublikasının vətəndaşı Qazax rayonu Yuxarı Salahlı kənd sakini 1986-cı il təvəllüdlü Qazax rayonlar arası ruhi xəstəxanasında qeydiyyatda olan və dəfələrlə müalicə almış ikinci qrup əlil İbrahimov Elvin Arifoğlu bu ilin mart ayının 15-də evdən işə getmək adı ilə çıxıb. Sonradan Qazax rayonu Ermənistan Respublikasının Noyambiryan rayonu ilə sərhəd xəttində yola azaraq sərhəddi keçərkən Ermənistan hərbiçiləri tərəfindən açılmış atəş nəticəsində yaralanıb və hazırda əsirlikdə saxlanılır. Müraciətdə komitənin mandatı çərçivəsində Elvin İbrahimovun əsirlikdə olduğu müddətdə hər hansı fiziki və mənəvi zorakılığa məruz qalmamasının təmin edilməsi, əsir saxlanıldığı ölkədə fəaliyyət göstərən nümayəndəlikləri vasitəsilə onun sərhəddinin və ümumi vəziyyətinin nəzarətdə saxlanması və mümkün qədər qısa müddət ərzində Azərbaycan tərəfinə qaytarılmasında yardımcı olmaları xahiş olunub. Binanın alqapanla üzlənməsi yanğının daha da şiddətlənməsinə səbəb olub. Bakının Nizami rayonundakı ticarət mərkəzində yanğının baş vermə anı Daxili İşlər Nazirliyinin müşahidə kameralarında əks olunub. Bunu Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov Bakının Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar martın 28-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə deyib. O bildirib ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən 2015-ci ildən başlayaraq Diqlas Ticarət Mərkəzinə və Nizami rayon icra hakimiyyətinə müvafiq müraciətlərin olunmasına baxmayaraq, burada yanğın və digər təhlükəsizlik tədbirləri görünməyib. Bu məqsədlə də tələb olunan hidratlar qoyulmayıb. Malların ambarlarda düzgün yerləşdirilməməsi və binanın alqapanla üzlənməsi yanğının daha da şiddətlənməsinə səbəb olub. Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə yeni rəis müavini təyin edilib. Bu barədə Daxili İşlər Naziri General Polkovnik Ramil Yusubov müvafiq əmr imzalayıb. Əmrə əsasən polis polkovniki Rəhim Novruzov baş idarənin rəis müavini təyin edilib. Xatırladaq ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavini olmuş polis polkovniki Fuad Məmmədli bu ilin fevralında tutduğu vəzifədən azad edilib. Fuad Məmmədli sabiq Nəqliyyat naziri Ziya Məmmədovun qardaş oğludur. Viyanada Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovla erməni həmkarı Zöhrab Münassakanyan arasında görüş keçirilir. Qafqaz İnfonun məlumatına görə bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan Twitter'dəki hesabında məlumat yayıb. Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak edir. Qeyd edək ki, bugün Viyanada Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında ilk rəsmi görüş başlayacaq.